Barmaqları şıqqıldatmaq sağlamlığa zərərli olduğu və artritə səbəb olduğu barədə fikirlər geniş yayılıb. Lakin elmi araşdırmalar bu iddianı təsdiqləmir. Mütəxəssislərin sözlərinə görə eşidilən səs sümüklərin bir-birinə dəyməsindən yaranmır. Oynaqları əhatə edən sinovial mayedə həll olunmuş karbon qazı, azot və oksigen kimi qazlar mövcuddur. Oynaq dartıldıqda təzyiq azalır, qaz qabarcıqları əmələ gəlir və onların sürətlə yaranması və ya çökməsi xarakterik çıt səsinə səbəb olur. Bu mövzuda ən məşhur təcrübələrdən birini Amerikalı alim Donald Unger aparıb. O təxminən 60 il ərzində yalnız sol əlinin barmaqlarını mütəmadi olaraq şıqqıldadıb. Sağ əlini isə toxunulmaz saxlayıb. Sonradan hər iki əli müqayisə edən alim artrit və ya digər ciddi fərqlərin olmadığını müəyyən edib. Bu qeyri-adi araşdırmaya görə o Şnobel mükafatına layiq görülüb.